İran işğal rejimi Güney Azərbaycan Milli Hərəkatını müxtəlif yollarla durdurmağa çalışıb və çalışmaqdadır. O cümlədən indiyə qədər Azərbaycan Milli Hərəkatına vurduğu iftiraları sıralasaq, mesela bizlərə, yəni Azərbaycan hərəkətçilərinə, millətçilərinə Amerikanın casusu, İsrailin casusu, İngilis casusu, Türkiyə casusu, Əliyev hakimiyyətinin casusu. Çünki Azərbaycan Cümhuriyyəti deyə bilmirlər. Qorxurlar ki, bu termi işlədəndə Güney Azərbaycanda milli qürur, milli dövlətçilik hissini genişlədəcək. Ona görə Azərbaycan termini çeynəyirlər. Ya Bakı dövləti deyirlər, ya Əliyev hakimiyyəti deyirlər. Demək, Əliyev hakimiyyətinin muzdurları kimin, casusları kimin göstərməyə çalışsa da, ancaq bu taktiklər, bu deyimlər, bu iftiralar hamısı şikəstə uğradı. Kimsə bunlara inanmadı və get-gedə də hərəkət təbii ki, genişləndi. O vəziyyətə yetişdi ki, indi baxırıq bir dənə görürük, bir anda, bir saatda Azərbaycanın onlarca şəhərində milyonlar insan xiyabana tökülüb və Fars işğalçılarına etiraz edərək Azərbaycanın tərk edilməsini istəyir və şüarlar verir bu rabitədə. Ölüm olsun panfarsizmə, rədd olsun işğalçı, Fars yaşasın Azərbaycan və bu kimi şüarlar verərək öz hüviyyətini, kimliyini geri almağa, dövlətini qurmağa, ərazisini işğaldan qurtarmağa çalışır. Və o taktiklərin yenildiyi üçün son neçə gündə baxırıq görürük gözəlliklərdə İran mediası böyük çaba göstərməkdədir ki, Azərbaycan Milli Hərəkatını İslama qarşı, İslama zidd bir hərəkət kimi göstərsin. Əlbəttə buna demək, səbəb olan ya qoz verən, demək, nədən kimi göstərən demək, şuursuz insanların da demək, şəxsin, bir bəlli şəxsin ifadələrini ünvan eləyərək demək, Azərbaycan Milli Hərəkatını zidd din kimi göstərib xalqımızı hərəkətçilərə qarşı təhrik eləməyə çalışmaqdadır. Yəni Azərbaycan millətini, Azərbaycan millətçilərini Azərbaycan millətinə öz zehnicə məsələn döydürməyə çalışır. Ki, əlbəttə bunu bacarmayacaqdır. Çünki bir deməli ağılsız və sözünü bilməyən, ifadəsini bacarmayan bir şəxsin dediyinin, işlətdiyi bir ifadənin Azərbaycan Milli Hərəkatına hər hansı bir daxili yoxdur. Azərbaycan Milli Hərəkatı adı üzərindədir, milli hərəkətdir. Və mən əlbəttə əsas bəhsə keçmədən əvvəl bir məsələni lazımdır ki, açıqlayım. Yəni, o da Azərbaycan Milli Hərəkəti və din məsələsidir. Onlar ki, demək, çalışırlar Azərbaycan Milli Hərəkatının ziddi din göstərsinə ya hər hansı bir formaya salsınlar. Azərbaycan Milli Hərəkatı və din irtibatı nədir? Azərbaycan Milli Hərəkatı adı üstündədir, milli hərəkətdir. Milli hərəkət, yəni bir dənə millətin milli varlığını, milli egemenliyini sağlamaq üçün aparılan mücadilədir. Bir dənə millətin milliyyətini təşkil edən ünsürlər nədir? Onun coğrafisidir, onun dili etnikidir, onun dini inancıdır. Yəni, belə baxdığımızda biz Azərbaycanlıyıq, Azərbaycanlı olduğumuz bir demək, o coğrafisiyel bizim millət, Azərbaycan millətinin bir müşəxxəsəsidir. Türklük ikinci müşəxxəsəsidir. Demək, din olaraq müsəlman olduğu üçün müsəlmançılıq da bunun yenə də üçüncü müşəxxəsəsidir. Yəni ki, bunlar birlikdə Azərbaycan türkünün hüviyyətini təşkil verir. Azərbaycan türkü Kristiyan deyil, Yahudi deyil,
Budayı değil, Budist değil. Ola bilsin ki Azərbaycanda mesela 500 sene ateist tapılsın ya 1% mesela Azərbaycan milletinden deyək mesela 3000, 4000, 5000, 10000 deyək mesela Hristiyan var, ya Yahudi var, ya dinsiz var, ya ayrı dinlerden vardı ama 99 faizi yani %99'u en azından qatiyyətlə demək olar ki %95'i Müslümandır Azərbaycan milletinin. Ve bu Azerbaycan'ın ayrılmaz bir hüviyetidir. Ayrılmaz bir parçasıdır. Ve Azerbaycan Milli Harekatı dedik milli değerlerini, milli kimliğini, milli coğrafyasını, milli dövlətçiliyini korumak için, savunmak için, sağlamak için mübarizə eləyir. Bunun karşısında bütün şuarlarından koyduğu strateji taktiklerden düşməni də bəllidir. Tek düşməni vardı. O düşməni kimdir? Fars şövenizmidir, Fars işgalçısıdır. Çünkü işgala karşı savaşır. İndi o işgal edən Fars olmasaydı, onun yerine mesela demək başkası gəlib işgal eləsəydi, onun əleyhinə şüar verəcəkdi. Çünkü dine karşı değil, bugüne kadar herhangi bir ciddi din şuarı verilmeyipti. Sen din meselemiz değil. Bugün onlar Müslüman ülkesi vardı. Bizim Müslüman olmağımız İran veya Fars'ın baskısının altında ya ağalığının altında kalmağımızı əsla ve əbədə tövcih eləyə bilməz. Bugün elə qonşu Türk dövlətlərinə baxsaq, 7-8 tane Türk Cumhuriyeti var. Hamısı da Müslümandırlar ama ayrı dövlətləri vardı. Türkiye, Kıbrıs, Azerbaycan, Qazaxıstan, Qırğızistan, Özbekistan, Türkmenistan, bu tərəfdən yenə aşağıya demək Tacikistan, Afganistan, Pakistan, bana gələk Ərəb ölkələrinə, Bəhreyndir, Suudi Ərəbistandır, Yəməndir, Tunis'di, Mağrib'di, Suriye'di, Irak'di. Onlarca Müslüman ölkəsi vardı. Bunlar acaba Müslümandılar diye ya mesela müstakildirler, ziddi dindirler. Yok. Bağımsız devletleri vardı. Harasının özünün ayrı devlet var. Bizim de Azerbaycan Türk'ü olarak, Azerbaycan Müslüman Türk'ü olarak istiyoruz öz devletimizi kuraq. Biz istemirik Fars'ın ağalığının altında, Fars'ın çəkməsinin altında, Fars'ın diktəsinin altında yaşayaq. Ona göre Azerbaycan Milli Harekatının bir tek düşmanı var, o da Fars işgalcısıdır. Ve bugüne kadar da bütün şuarlar onun istiqamətindedir. Hiçbir yerde siz görməmisiniz, hiç kimse görmüyor, hiçbir yazı yoktu ki Azerbaycan Milli Harekatının mensupları tərəfindən, təşkilatları tərəfindən, şəxsiyyətləri tərəfindən mesela dine karşı olsun. Din bizim bir hüviyetimizin ayrılmaz bir parçasıdır. Onu bizden kimse alabilmez. Biz ne Cumhur İslami ile Müslüman olmuşuq ki Azerbaycan devletini təşkil versək desinlər ki, məsələn, İslam'a karşıdır, Cumhur İslam'a, İslam'ın mahiyyəti yoxdur. Bu İslam'ın Fars şövenizmi bir əbzar kimin əlində tutubdu, Şiizmi özellikle de başka millətləri əzib əsarətdə saxlaması üçün. Ona göre əbədə bizim Müslüman olmağımız bu anlamda değil ki başka bir Müslüman xalqın otoritəsiyə çəkməsi altında əzilək, təhqir olaq, döyülək, söyülək və ya əridilək. Yox, biz elə Müslümanıq, Türk'ü, Azərbaycanlıq və istəyirik öz dövlətimizi quraq. İstəmirik Fars'ın demək baskısının altında, ağalığının altında yaşayaq. Ona görə Azərbaycan Milli Hərəkatı adı üzərində bütün milli maraqları ki din ve mezhep de onun bir hissəsidir. Yani o milliyet, hüviyetin bir tərkibidir. Onları korumak için Fars işgalından kurtuluş bir savaşıdır. Təhcə bir düşmanımız var. O da Fars işgalıdır. Onu da dedik, biz Fars milletiyle hiçbir meselemiz yoktur. Fars işgalçısıyla. İndi bu eğer
işgal edən məsələn Fars olmasaydı, başqası olsaydı, İngilis olsaydı, bilmem Etiyopya olsaydı, ya məsələn Hindistan olsaydı, ya Çin olsaydı, onun əleyhinə deyəcəkdi. Amma onlar deyil, indi Farsdır. Ona görə də deyirik ki, işğalçı Farsın, Farsın işğalını dəf eləmək. Yəni Azərbaycan Milli Hərəkatının yeganə bir düşməni var, o da işğalçıdır. O işğalçını dəf eləmək üçün də mübarizə aparır. Nəticədə bütün bu iftiralar dəyərsiz və əsassızdılar. Çünki nə ki dinin əleyhinə deyil, bəlkə elə həmən dini rəhbərlərin, yəni dini kutsalların, müqəddəsata dayanaraq da hətta biz bəlli şüarlara şahid olmuşuq. 2006-da, 2007-də Məhərrəm aylarında Təbrizdə verilən şüarlara baxaq. Ya Abbas, ya Abbas, ya Hüseyin, ya Abbas, Fasdan bizi et xilas. Bu Təbrizdə verilən o məhərrəmlikdə əzadarlıq dəstəsi formasında çıxan millətçilərin verdiyi şüardır. İmdada gəl ya Hüseyin, tüyləri öldürürlər. Bu Təbrizdə demək və başqa şəhərlərimizdə Məhərrəm ayında verilən şüarlardır ki, onun ardından fars şovinizmi baxdı bu məsələ kontroldan çıxır, nədir? Gəldi bu dəfə əzadarlıq mərasimini, Məhərrəm mərasimini də aldı öz kontroluna. Məmur qoydu, qapıdan girənləri yoxlayırdılar. Kim gəlir, kim gəlmir, bunlar tanırıq, tanımırıq. Mikrofon, şüar verən, şəxsi deyən, vaxtsi deyən, dövül çalan, hamısı İttilatın tərəfindən hamısı bəlirləndi və əzadarlıq tamamilə geçdi dövlətin inhisarına da qoymadılar cəmaat istədiyi kimi şey. Çünki qorxurdular, deyirdi, bunlar ya Hüseyin deyir, haqqını savunur. Hüseyndən mədəd alaraq haqqını savunur. Mən bunu necə əzəcəm? Mən bunu əzə bilmərəm ki. Ona görə demək Azərbaycan Milli Hərəkatından ziddi ittihamı vurmaq əbədə asla yapışmaz. Çünki bu xalq, biz hamımız müsəlmanıq, müsəlman ailədə doğulmuşuq, müsəlman böyümüşük, müsəlman da yaşamışıq, müsəlman da yaşayırıq. Və bu da bizim hüviyyətimizin, kimliyimizin bir parçasıdır. Dünyanın hər yerinə də getsək, bugün Azərbaycan desən, istər Güney, Quzey Azərbaycan desən, hamı deyəcək ki, müsəlmandır. Yəni bilən, coğrafını bilən, bu millətdən xəbəri olan bunu deyəcək müsəlmandır. Kimsə bizə məsələn Məsihi, bilməm, kommunist və filan behmancat deməyəcək. Təbii ki, Azərbaycan milli hökumətini yenə də fars işğalçıları həmən din faktorundan istifadə edərək əzməyə çalışdılar. Yəni o dövrdə gündəmdə olan məsələ nə idi? Gündəmdə olan komünizm qorxusuydu. Getdilər Məhəmməd Rza Şah İngilisi, Amerikanı o qədər demək yalan sənədlərlə, iftiralarla doldurdu ki, güya ki Azərbaycan dövləti kommunistdir və Şurəviyə yapılacaq, İttihadı Şurəviyə ya SSR-yə yapılacaqdı, qatılacaqdı, filan olacaqdı. Bu Rusiyanın güclənməsinə, kommunist dövlətinin, İttihadı Şurəvinin güclənməsinə səbəb olur. Bu vasitələrin Ərəb körfəzinə əl çatacaqlar, filan sizin mənfəətləriniz təhlükəyə düşəcək. Bu sözlərlə nə edilər? İngilis Amerikanı çəkdi dalına və onların himayəsi ilə, onların hərbi, nizami, maddi, mənəvi dəstəyi ilə Azərbaycanı qətlam eləyib işğal elədi. İndi bu rejimdə yenə din faktorundan istifadə eləməyə çalışır ki, əlbəttə bacarmayacaqdır. Çünki elə əsl müsəlman bizi. Farslara baxın görün ki, bunlar hətta o iddia elədikləri İmam Hüseynə belə təhqir edirlər. Bunlar deyirlər İmam Hüseyn ona görə şahdır ki, Yəzdügerdin üçün qızı ilə evlənib, Yəzdügerd o demək təmiz qanı, şahanə qanı onun vasitəsilə İmam Hüseynə keçib, ona görə Şah Hüseyn deyirik. Olubdu Şah Hüseyn, yoxsa o şah deyil ki. O farsların düşüncəsidir. Amma tüylər elə deyil. Tüylər həqiqətdə elə İmam Hüseynə, Həzrət Abbasa inanırlar və
Neler kutsallarıdır. Ona göre demek Farsların biz Azərbaycanlılara bu şantajı, bu tahribatı əbədən işləməyəcək. Çünki halkımız Müslümandır ve baxmayaraq ki, Farsların İslami inhisarlarına çəkmələrindən əlavə İslamı təhrif eləməklərinə də elə bu Əhmədi-Necadın dövrəsində necə İslamın hədislərini demək Fars ırqçılığının istiqamətində dəyişdirdiyini və dəfələrlə bunların danışığında İran İslamı, İslam söhbəti deyil, İran İslamını fəqət dəstəklədir. Yəni ki, o İslam ki, bunların Fars şövinizminin mənfəətini təmin eləyir və ona görə yontulanılıbdır, formalaşdırılıbdır. Onu demək savunmaqdadırlar. Amma bunlara baxmayaraq rejim o yəni Fars işğal rejimi o məharətlə çalışır ki, nəsin? Bu iftiranı bərkəsbi vurmaqla Azərbaycan Milli Hərəkatını təzyiq eləsin və demək ya xalqı bir-birinə qarşı qoysun, millətçilərə qatılmaqdan uzaqlaşdırsın. Niyə? Din çox kəsərli bir hərbədir. Baxın, ərəbləri, bəluçları, türkmənləri, kürdləri Fars işğal rejimi şiddətlə sərkub edir. Niyə? Çünki onlar din olaraq fərqlidirlər, sünnüdürlər. Və onları öldürməsinə toplumdan da hər hansı bir təpki gəlmir. Və məsələn, əgər Bəluçistanda birini güllələyəndə, öldürəndə, milliyyəti üçün, dini üçün öldürəndə Təbrizdə təzahürat olsaydı və ya Urmuda təzahürat olsaydı, başqa şəhərlərdə təzahürat olsaydı, bu onu öldürə bilməzdi ki. Amma çünki bunlara belə deyibdir ki, onlar ziddi dindir, sünnüdür, kafirdir, dinə inanmır, şiənin düşmənidir, nədir, öldürür, xalq da sükut eləyir. Və ondan istifadə eləyir. Ona görə də Əhvazda ərəbləri və Bəluçistanda türkmənləri inqilabdan sonra şiddətlə bunlar qırdılar. Heç kəs dinmədi, etiraz eləmədi. Amma Azərbaycanda bu işləmir, belə deyil. Azərbaycanda nə desin? Buna sünnüdür deyə bilmir, kafirdir deyə bilmir, Məsihidir deyə bilmir. Çünki xalq görür ki, bu müsəlmandır. Nəni? Türk deyə gətirib bunu asa bilməz ki. Çünki bu adam Türkdür, öz haqqını istəyir, Türk kimi yaşamaq istəyir, Türk dövləti qurmaq istəyir, ya Türklüğündən difa eləyir, bunu gətirib güllələyə bilməz. İstəsə onu çəksin, görsən adamı tutur, aparır 5 gün saxlayır, millətin səsi qalxır, buradan təzahürat qalxır, oradan etirazlar qalxır, məcbur olub buraxsın, qorxusundan onu tutub saxlaya da bilmir. Nəticədə bunu formalaşdırıb bir türlü göstərməlidir ki, o xalq bir türlü əzməlidir ki, o xalq etiraz eləməsin. Nədən yaxınlaşsın? Ən onun həssas nöqtəsindən. Gəlsin bunu desin ki, bax bu dinsizdir. Sənin dinin təhdid edir. Bunlar kafirdirlər. Bunlar kommunistdirlər. Bunlar nədirlər? Bunların hamısını bu iftiralara vurublar. İndiyə kimi işləməyibdir. Amma təbii ki, bayaqla işarə elədiyim kimi bir demək sözünü bilməz, ağılsız, məsuliyyətsiz bir şəxsin sözünü tutub milli hərəkətə intisab edib də milli hərəkəti taxtaya eləməsinə əsla və əbədə izin verilməyəcəkdir və ya bir anlamazın ifadəsi üçün Azərbaycan Milli Hərəkatı bədəl ödəməyəcəkdir. Bunu kimsəyə bunu müsaade etməyəcək ki, Azərbaycan Milli Hərəkatını bu cür bədəl ödətdirməyə, bədəllər ödətdirsin. Bu olmayacaqdır. İndi dedi ki, din kəsərli bir hərbədir və bu Azərbaycanda işləmir. İndi necə eləməlidir? Necə bunu bu din hərbəsindən istifadə eləməlidir? Buna
rejim uzun illərdir işləmişdir. Ara sıra da belə bu iftiraları atırdı. Amma hərəkətin hüşyarlıq deməyək, mahiyyət olaraq ziddidin olmadığı üçün heç bir fakt tapa bilmirdi. Ki xalqa desin ki, buna görə desin ki, bax bunlar ziddidindirlər. Bu kimsənin deməli gizlətməsi filan zadı deyil. Bəlkə mahiyyət olaraq hərəkət həqiqətən də Azərbaycan hərəkatı dinə qarşı deyil. Çünki bu bizim hüviyyətimizin bir parçasıdır. Hamımız müsəlmanıq, anamız, bacımız, qardaşımız, əmimiz, dayımız, bacıoğlumuz, qohumlarımız, əqrəbalarımız, hamısı müsəlmandır. Kültürümüz əslən bundan yorulubdur. Allahla yatırıq, Allahla dururuq. Bu necə olar ki, İslam'a qarşı olsun? O təbliğatını eləyir, amma xalq baxır görsə bunlar böyle öyle namazın qılan, orucun tutan sağlam insanlarla bunu necə zidd İslam deyə qəbul eləsin? Qəbul eləyə bilmir. İndi rejim uzun süre təbiət ki bu məsələni yerinə oturtması üçün fürsət dalsızdır, işləməkdəydi. Ki bir açıqlar verilsin, bir xətalar olunsun, bir yanlışlıqlar olunsun və onları toplasın, məsələn sənət kimi gəlsin, xalqa göstərsin, desin ki, bax bu hərəkət demək ziddidindir. Öncə təbiidir ki, bir dənə yoldan geçən ya bir adamın söhbətini də götürüb deyə bilməz xalqa hərəkətin səsi kimi ki, bu hərəkətin demək məsullarındandır ya hərəkətin rəhbəridir ya nədir filanıdır, belə deyibdir, demək hərəkət məsələn ziddidin oldu. Onun üçün rejim uzun sürədə işləyib. Baxın, özəlliklə də bu son 2-3 ildə bir dənə gözəl biraz bu qarışıq bir məsələdir. Çox diqqətlə izləmək lazımdır. Gedək 3 il, geçmiş 3 ildə İranın mediasına, özəlliklə də Güney Azərbaycan üzrə apardığı təbliğatlara baxaq. Çox mərmuz formada, sinsicəsinə bu geçən 3 ildə nə iş olubdur, nə fəaliyyət olubdur, içəridə və ya eşikdə. Rejimin İttilata mənsub saytılar, Sipha mənsub saytılar, Baztabdan, Tabinaşdan, demək İSNAdan və bu kimi saytılar həmən bunları bir türlü buruşturub gətirib Əhmədov Aliyə bağlayıb. Günəz TV və Əhmədov Ali, şəxs Əhmədov Aliyə. Yəni bunlar elə göstəribdir ki, bir balaca bir şeydən ötürü ki, məsələn, ondan qabaqçı illərə baxsaz, böyük məsələn etirazları bunlar dilə gətirmirlər. Amma bu son 2-3 ildə bir balaca bir şey görsən, götürüb qabaqda böyüdüb, Əhmədov Alını onun altının arxasından çıxardır ki, bu Əhmədov Alının barmağıdır. Yəni beləliklə rəhbərsazlıq eləyir. Əhmədov Alını böyüdərək Azərbaycanın rəhbəri kimi, Azərbaycan Milli Hərəkatının məsələn böyük əhəmiyyətli şəxsiyyətləri kimi ya teorisyəni kimi göstərməyə çalışır. Bunu biz dəfələrlə olubdur, yəni bu hadisələr olanda Azərbaycan şəxsiyyətləri ilə, təşkilatlarla danışıqda ki, bu məsələ nədir? Niyə? Məsələn, biz işlər görürük, rejim bilir, hər kəs bilir, adımız üstündədir. Məsələn, burada konferans keçirmişik, burada təzahürat keçirmişik, burada Urmuc yolu üçün Güneydə məsələn əyləmə çağırmışıq, bilənəmişik. Nədən rejim bunların hamısını belə göstərməyə çalışır? Müxtəlif fikirlər vardı. Bəzi dostlar dedilər ki, Əhmədov Alı İttilatla işləyir. Ki, mən ona qarşıydım, qəbul eləmirdim. İndi də qəbul eləmirəm ki, İttilatla işləsin. Yox, işləmir, İttilatla işləmir. Və bunu kəsinliklə mən rədd eləyirəm. Çünki İttilatla əbədən işləmir. Bəs o zaman niyə olur? Mən o dostlara verdiyim cavab mühüm 3 dənə nöqtədir. Ki, Əhmədov Alıda 3 dənə xasiyyət vardır ki, bunlar rejimin işinə gələr. 3 dənə zəif vardır ki, bunlar rejimin işinə gələrlər. Rejim ona görə Əhmədov Alını böyüdür, təbliğ eləyir. Azərbaycan Milli Hərəkatının məsələn rəhbəri kimi, lideri kimi ya
liderlərindən biri kimi göstərməyə çalışır ki, yeri gələndə, zamanı gələndə o xasiyyətlərin indi hər hansısı uyğundursa ondan tutub bunu nənəsin hərəkəti bir bombəstə sürükləsin, hərəkəti bir demək uçuruma sürükləsin, hərəkəti bir vəhşikəst eləsin bütürdür. Bu üç xasiyyət nədir? Birincisi ziddi dinlikdir. Əhməd şiddətlə Əhməd Obalı ziddi dindir. Dəfələrlə televizyonda demişik, o zamanlar ki irtibatlarımız yaxşı idi, demişik ki dinə toxunma, bizi narahat edir, bizim məzhəbimizə sən niyə təhqir edirsən, xalqımızın inancına niyə təhqir edirsən? Elə işi gücü yeri gələndə saldırıbdır. Özü də danmır ki, deyim ateistəm, dinsizəm. Tamam, sən dinsiz ola bilərsən, amma bu millət müsəlmandır. Mən müsəlmanam. Sənin dinsiz olmanın haqqın yoxdur ki, mənim dinimə təhqir edəyəsən. Mən sənin dinsizliyini qəbul edə bilirəm. Amma sən də mənim dinli olduğumu, müsəlman olduğumu qəbul edəcəksən. Bir xasiyyət, yəni o əsas, əhəmiyyətli xasiyyəti ki, onun vasitəsilə daha rahat İran bunu şikəst verə bilər, hərəkəti şikəst verə, budur. Bu dinsizlik xasiyyətidir. Bir. İkincisi fəsadı cinsidir. Üçüncüsü fəsadı malıdır. Yəni ya o fəsadı cinsinin bir gün sənədlərini tökəcək eşyə bununla hərəkəti iflasa çəksin, hərəkəti bombəstə çəksin, parçalama yaratsın və ya o fəsadı malı ilə alacaq bir gün. Amma bu gün kimin almayıbdır? Çünki indi hər halda başqa bir yerlərdən təmin olunur. İndi ondan qəşəng pul tökürlər. Çünki Əhməd Obalı əsasında televizyonu Azərbaycana eşq üçün açmayıbdır ki, televizyonu bir biznes kimi açıbdır. O televizyondan ayda 300 min, 400 min dolar pul gəlir o televizyona. O pulu birazın xərcliyi televizyona, qalanın da təbii ki özünə, yəni o pulu üçün, o pul kəsilsə bugün, sadəcə o televizyonu qapadar. Və ya o pulu başqası versə, çevirər ona. Ona görə də görürsünüz, o pulu verənlərin istəyi ilə də siyasət dəyişilir. Məsələn, bir gün yaşılçılardan himayətə keçilir, şiddətlə olur Musəviçi, bir gün olur Ruhaniçi, bir gün olur ziddi din, bir gün olur dinçi. Bu, çünki o mahiyyət vardı onda. O malpərəstlik, pulpərəstlik, pul sevgisi. Məsələn, Əhmədin milyarder deyildi ki, deyək, milyonlar doları vardı, gətiribdi televizyona xərcləyir. Onda deyərik ki, eşqi vardı televizyona xərcləyir. Amma Əhməd bu televizyona açandan sonra ki, bizim gücümüzlə, bizim tək-tək qran-qran, dolar-dolar mali yardım yığmağımızla açılıbdır. Və orada nə kimi sui-istifadə edilibdir, hansı farsa İsveçdə 30 min doları qapdırdı və ya nələrə xərclədi ki, indi yeri deyil ki, zamanı gələrsə, bunlar faktla açılıb deyə bilərik. Onun demək, beləliklə bu televizyonu biz ayaqda gətirdik. O yerə ki, yetişdi ki, daha biriləri çıxdı buna, sahib çıxsınlar, pul versinlər. Onda təbii ki, başladı bizim hamımızı bir vurdu, əzdi, təhqir elədi, şantaj elədi, filan elədi, behmən elədi. Deyir ki, hər yerdə bir dənə atdı, bir çamur atdı. Yəni, o hardan gəlir? Fəsadı malidən. Bəs bu üç xasiyyət, yəni ziddi din, ziddi İslam, fəsadı cinsi, yəni fəsadı əxlaqı və fəsadı malı. Bunların üçü də çox əsaslı zəiflərdir, çox böyük zəiflərdir ki, biri olsa belə o şəxsi mümkün idarə eləmək olar. Ona görədir ki, Cumhuri İslami bilinçli olaraq Əhməd Obalını böyütməyə çalışır. Bu böyütməyə çalışır ki, gələcəkdə hərəkəti ümumiyyətdə bombəstə çəksin, uçuruma çəksin. Hərəkəti ümumiyyətdə şikəst verə bilsin. Bunu almaqla və ya bunu demək, başqa xasiyyətlərindən istifadə eləməklə. İndi hara gəlmişik? Dəqiq gəlmişik o nöqtəyə ki, rejim o demək, Əhməd Obalını o qozları rejimə veribdir. Otur televizyonda imamlara təhqir edir. Din kutsallarına, dini demək, müqəddəsata təhqir edir.
İndi rejim də bunu götürüb ələm düzəldib elində. Çıxıb bugün istəyir Urmiyədə Tehrandan tələbələri yığıb gətirib. Urmiyədə istəyir namaz cümədən sonra, yəni bütün namaz cümələrdə danışıblar ki, cələsə qoyublar, danışıblar ki, namaz cümədən sonra çıxacaq. Bu ziddi dinlərin, kafirlərin əleyhinə şüar verəcək. Bayaq dedim, bizi məsələn Türk olduğumuz üçün tutub öldürə bilməz ki. Xalq qəbul eləməz, millət qəbul eləməz. Türklərlə vurarlar, dağıdarlar bunu. Bəs bizə elə bir şey qoysun, məsələn birini gətirdik ki, demək, asır xalqın gözünün qabağında. Buna əvvəl 100 dənə hökm saydı ki, bu qatildir, zina eləyibdir, nə eləyibdir. Xalqın istəmədiyi, xalqın nifrət etdiyi şeylər vurur ona. Sonra deyir ki, bu qətldən görə, məsələn 3 dənə uşağı öldürüb, 5 dənə filanı öldürübdür. Bu formada öldürülməlidir. Gətir cəmaətin gözünün qabağında asır, heç kəs etiraz eləmir. Məsələn, hətta salavat da çövürlər, lakibə də deyirlər, gedirlər. Bu rejim istəyir ki, bizi nənəsin, bizi o duruma salsın ki, gətirib xiyabanda asanda daha cəmaət dinməsin. Azərbaycan, bayaqlar dedik, başqa yerlərlə fərqlidir. Azərbaycan, Bəluçistan deyil ki, gətirsin, onun milli fəalını gətirsin xiyabanda, ununu birdən assın, heç nə də olmasın. Azərbaycanda bir nəfəri xiyabanda güllələyəndə, yaralayanda, ya zindana salanda dövlət titriyir. Dövlət balansını saxlaya bilmir. Çünki hər yerdən səs qalxır, etiraz qalxır, gedirlər dövlətin üstünə məcbur olur ki, məsələn, onu mürəxxəsiyə buraxsın, bilməm, yerini dəyişdirsin, bir türlü tez buraxsın və ya tutmasın, təahhüd alıb buraxsın, ya vəsiqə ilə buraxsın ki, bu başqalar azalsın. İndi gəlib bu məsələ də rejimi öldürməyə gedir. Görür ki, yavaş-yavaş ölür. Yəni xalq güclənir, milli hərəkət güclənir, çıxır xiyabana təzahürat edir. Bəs bunun da qabağını ala bilmirəm, öldürə də bilmirəm, şiddət göstərə bilmirəm. O şiddəti ki, Ərəbistanda, Əhvazda ərəblərə göstərirəm, bəluçlara, başqalarına, bunu Azərbaycana göstərə bilmirəm. Bəs Azərbaycanı sünni deyə bilmirəm, sünni deyil. Ciddi din göstərməliyəm. Bu ciddi din göstərməsi üçün qozu da kimlə alır? Həmən o ünsürü ki, özü böyüdübdür, gətiribdir. Hər yerdə gedin, gedin çətin bir məsələ deyil. Gedin, keçən 3 ildə Baztabın və Tabin Hakim məsələn şahidlərinin arşivinə baxın. Azərbaycan məsələsini vursanız Əhmədovalı. Kimdir Əhmədovalı? Əhmədovalı nə edibdir? Əhmədovalı bir dənə şəxsdir. Mənfəətpərəst bir şəxsdir, bir dənə də şəxsi televizyonu var. Oturur televizyonda şuursuzcasını da sağa sola hər kəsə saldırır, təhqir eləyir, aşağılayır. Bu fəqət şeyə deyil, dinə deyil, fəqət mollalara deyil. Bu bütün milli şəxsiyyətlərimizi bir cür təhqir eləyibdir. Baxın, demək, arşivləri qalır. Birinə sözdə vəkil deyə təxrib elədi, birinə sözdə stratejist, pis stratejist deyə təxrib elədi, birinə Rıza Talib adında bir yazar gəlib televizyonda müsahibə eləyib, biraz tənqid eləyibdir. Sonra gəlib onun adını da deməyərək, familiyini, Talibini götürüb, onu da təhqir eləyib, Hindivanə ilə filan, Xərbizə, ağay Xərbizə deyə təhqir eləyib eləməsini. Hamımız görmüşük. Çehrəqaniyə Qara Mahmud deyə, Mənüçeh Əziziyə Mənuş deyə, mənim şəxsimə Nasalih deyə, Miri deyə, nə deyə, bunun karakteridir, tipolojisidir. Əhmədovalı, yəni o lompen karakteri ondan ayrılmazdı. Ona görə baxırsınız ki, şəxsi birisini necə təhqir eləyə bilsin, necə səriyə bilsin, necə məskərə eləyə bilsin və bu metoduna yaxınlaşır. Nə cür eləsin? Ona görə də deyəcəksin, məsələn, Həzrət Fatimiyyə deyir, Fatma, ya Fatoş, ya filan, məsələn, bir cür iftiralar, ifadələr işlədir. Bu adamın belə yoğrulubdur, onun ədəbiyyatı budur. O televizyonda danışılacaq səlahiyyəti yoxdur ki.
O bilmiş oturub televizyonda ki, bura minlər adam baxır, şəxsiyyətli insanlar oturublar, ailələr oturublar, möhtərəm adamlar oturublar, dinlilər oturublar, inancılı adamlar oturublar. Mən bunların dininə necə təhqir edirəm axı burada? Yəni bu şuursuz deyirəm. Buna görə ki, mümkün bəzilər deyirlər ki, əsəbləşib, məsələn, şuur tutubdu, könüb bir sözdür deyib ağzından çıxıbdı da, fırçanı verirəm, məsələn, belə olar, filan olar. Mən şuursuz deyirəm buna görə. Əgər biz əsəbləşsək də, özümüzə yaman demərik ki, biz biri ilə savaşdayıq. Biz əsəbləşirik, düşməni buraxırıq, könük başqasına yaman deyirik. Bizim düşmənimiz Farsdır, Fars şovinizmidir, Fars işğalçısıdır. Yaxşı, o fırçanı verərdim kuruşun ağzına da. O ağlına gəlmir. Çünki o şuur yoxdur da burada. O fırçanı verərdim Ferdowsunun ağzına da. Heç kəs danışa bilməzdi. O fırçanı verərdim Hafizin ağzına. O fırçanı verərdim Farsı simgələyən ünsürlərin, şəxsiyyətlərin, karakterlərin, Pəhləvinin ağzına verərdi. Yəni bunu Bala Pəhləvinin, Rəcəvinin, o birisinin. O Fars simgələrinə verərdin də. Bə nə gedirsən, imamlara təhqir edirsən. Buradadır ki, şuursuzdur. Şuuru olsa, əsəbi də olsa, düşməni bəllidir. Dəlğək olması lazımdır. Mən də deyirəm indi. Gəlin, Ağay Xameneyini qoyaq qabağımıza, cənnətini qoyaq qabağımıza, Rəfsəncanini, Xatəmini, Xameneyini, onların inandıqlarının hamısını qoyaq qabağımıza, əlimizə alaq tualet fırçasını, belə, deyək, aç ağzıvu, dişiyi yuyuram. Görək, onların xoşu gələr. Əgər onların xoşu gələrsə, bizim də etirazımız yoxdur. Xameneydən başlayırıq. Xameneyi ağzını açsın, biz də gedək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyinin dişini gedək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyinin biz də gedək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyinin dişini gedək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyinin dişini vaxt. Deyək ki, cəmbəz olsun ağay Xameneyi, narahat olma. Niyə narahat olsan? Çoxdur da. Diş fırçalamağını dərs veririk uşaqlara. Ağay Xameneyi, narahat olma. Ağzı aç, indi sola keçirik. Bir tərəfdən İngilis tuvaletindən fırçasını götürüb dişiyin sağ tərəfini yuvacaq. O biri tərəfdən Azərbaycan tuvaletindən bağışlayın, tuvalet fırçasını götürüb sol tərəfi yuvacaq. Bununla da qutarmırıq. Tələsmə. Çağırın bütün atları, eşşəkləri, heyvanları. Qoyun, üzr istəyirəm, işəsinlər. Onun suyu ilə də Xameneyiyə duş verəcəyik. Görək, Xameneyinin bundan xoşu gəlir. Əgər narahat olsa, deyəcək, narahat olma. Uşaqlara duş dərsi veririk. Niyə narahat olsan? Cəmbən olsun. Bununla olmur. Müqəddəsatlarını gətirin qoyun qabağımıza. Necə ki, Xatəmi Peyğəmbərdən, Fatmadan, Fatimədən, Fatma deməyək, bir dənim dımığına dəyər. Əlini, Həsəni, Hüseyni, Zəhranı, Peyğəmbəri yığıb, komedi düzəldib Azərbaycanlıları anabacı yaman deyirdi Xatəmi. Biz deyil, onun o müqəddəsatını yığırıq qabağımıza. Deyirik indi, fırçanı verəcəyik onun imamının əlinə, amma tuvalet fırçasını. Deyəcək ki, balon dişin yox. Balan da kimdir? Xameneyidir. Xatəmidir, Rəfsəncanidir, Ağbaşlar, Qarabaşlar, Ruhanidir, Əhmədi Necatdır, cənnətidir, cəhənnəmidir, Laricanisidir, hamısıdır. Yığ balaları, nəvələri yanıva, bizim tuvaletin fırçası ilə onlara diş yuma dərsi ver, lütfən. Görək, xoşları gəlir. Düzdür, o faşivizmini təmsil edən Xameneylilər və s. Amma
bu İslam formasına çevrilməsi, imamları təhqir eləməsi, bu Azərbaycan xalqını təhqir eləməkdir. Çünki bu imamlar Xameneyinin imamı deyil ki. Əslən Xameneyi onlara inancı yoxdur ki, Xameneyi əslən müsəlmançılıqdan iyi aparmıbdır. Xameneyi əgər müsəlmandırsa və İslam torpağı Qarabağ ermənilərin tərəfindən işğal olunubdur, müsəlman qızlara, qadınlara təcavüz olub, məscidlərə öküz bağlanıb, donuz bağlanıbdır, həmən ermənilərin qol boyundur. Qucaq-qucağa yatır gecələr Xameneyi. Onu bəhanə edib İslama saldırmaq bizim xalqımıza təhqirdir. O İslamla bir aidatı yoxdur. Və ya müsəlmanlar, Ruslar müsəlmanlara qətlam edirlər, bombardman edirlər, vəhşicəsinə Çeçenistanda müsəlmanları qırdılar. Ruslarla ən yaxın dostdular. Uyğur tüylərini, müsəlmanları Çinlilər qətlam edirən Xameneyinin rəhbərliyi altında gedən bu rejim Çinlilərlə canciyardı. Bunu bilə-bilə biz fars şövinizmindən çevirib düşməni İslama çevirməyimiz nə dərəcədə xətadır? Çox böyük xətadır. İslam bizim düşmənimiz deyil ki. Xameneyi düşmənimizdir. Çünki bu işğal rejiminin başındadır. Amma demək İslam deyil. İslam biz müsəlmanıq. Biz Xameneydən əvvəl, Xümeynidən əvvəl, Cumhuri İslamidən əvvəl, Rıza Şahdan, Məhəmməd Rıza Şahdan, kimdən əvvəl müsəlman idik. İndi də müsəlmanıq. Bunların heç birinə də aidat yoxdur. Onların heç birisi də bizim müsəlmançılığımızdan sui-istifadə eləməsinə icazə verməliyik. Şuursuzcasına çıxıb demək, xalqın dini müqəddəsatına təhqir eləyərək düşmənə qozu verdi, şəraiti verdi. İndi bulanı qullardan bağırırlar ki, bu pantürküslər hamısı ziddir, İslamdır və səhər-səhər yavaş-yavaş zəminəni düzəldəcəklər. Əgər belə gedirsə, əgər biz bu cəvvi demək sındırmasaq, bunun qarşısını almasaq, demək 5 aydan, 3 aydan sonra görəcək bir cavanlarımızı asırlar xiyabanda. Bu ziddi dindir, bu ziddi müsəlmandır, bu kafirdir, küfrüdür, pantürk kafir. Pantürk olacaq kafirin paraleli. Xatırınızda olsa Cumhuri İslami əvvəl başlanğıcında kommunistləri necə öldürürdü? Cemaat etiraz edirdi ki, bu cavanları niyə öldürsün? Deyir, bunlar kommunistlər. Deyəsə, qorxun da kommunist olsun. Deyək, siz bilmirsiniz ki, komu, yəni Allah, nə istəyən yox. Bunlar deyirlər, Allah yoxdur. Onda deyirlər, öldürün. Dinmirdi. İndi də deyəcək, pantürk, ziddidin Allah'a rədd eləyir də. Onda da xalq deyəcək ki, kafirdirlər də. Bilirsiniz nə qədər ata, ana, evladını, bacı qardaşını, qardaş bacısını İnqilab dönəmində verdi, demək, bu rejimin əlinə apardılar, edəm elədilər. Həmən inancın əsasında. Deyir ki, mənim oğlum, demək, kommunist, gəlin aparır. Həsənin öz oğlunu özü lova verdi. Böyük nümunəsidir. Mallı Həsəni var. Öz oğlunu özü verdi, tutdu verdi və apardılar, güllələdilər, öldürdülər. Minlər, o Həsənini məsələn hamı bilir. Minlər, 10 minlər insanlar belə uşaqlarını verdilər o inanclarına görə. Çünki dedi ki, getdi bir cəvd düzəltdi ki, bunlar kafirdirlər, öldürülməlidirlər. Adam getdi dedi ki, məsələn oğlu mücahid dedi, getdi sipahi dedi ki, mənim oğlum münafiqdir. Özü iftixar edirdi, gəldi oturdu, anda onu gülləliyib, salıblar zindana iş, sayımdır, dedi, haqqı da orada olsun. Çünki inancından istifadə edir. Bizim inancımızdan sui-istifadə eləməsinə qoymayacaq. O rejim istəyir o cəvvə düzəlsin ki, getsin desin ki, bu pantürküsdür, xiyabanda assın. Və xalq da dinməsin. Biz buradan elan edirik ki, Əhməd Obalı bir şəxsidir, həm də səviyyəsiz bir şəxsidir. Özü də deyir zaten bunu. Özü də danışında deyir ki, şuursuzam, savadsızam, nəsizəm. Deyir bunu, danmır da. Oba ədəbiyyatı ilə, oba ilə televizyonu yanlış salıb.
Eline bir fürsət düşüb, o fürsətlə laptopdan oturubdur televizyonda, ağzına gələni deyir və dediyini də qulağı eşitmir. O atalar deyiblər ki, bir dəli, bir daş salar quyuya, 100 dənə ağıl onu yığışıb çıxara bilməzlər. İndi bu dəli gətirib daşı salıb quyuya. Durub Cumhuri İslamının illərdir üzərində işləyib bu hərəkətdən bir zəf tutması üçün çalışdığı o zəfi, o qozu verib. Yəni keçib düşmənin tərəfinə özümüzə qol vurubdur. Əlbəttə biz bunu xoş görürük. Bilirik ki, nadanlıqdan keçib vurubdur. Xəyanət üzündən deyil. Yaxşı, məsələn, elə keçib düşmənin tərəfinə bunu eləsin. Yox. Bəziləri belə düşünürlər, amma biz deyirik ki, o xoş görürük. Cəhalətdən, nadanlıqdan, bilməməsi üçün, şuursuzluğundan belə eləyibdir. Özümüzə qol vurub. Keçib qozu veribdir. Səhər-səhər bizim Cumhur İslamı gəlsin, bunların ziddidin adına görsün cavanlar, bir oda assın. Qalıb, qabağımızda əsir qalıb, axı Cumhur İslamı heç nə eləyə bilmir bizə. Heç nə eləyə bilmir, şikəst yeyir. Günbəcün dalı oturur. Günbəcün uduzmaqdadır. Görürük ki, qısa zamanda bunu çevirib Azərbaycan dövlətini quraq. İndi getdik bu qozu qoyduq qabağına, bahanəni qoyduq qabağına, çıxsın bu cavanları tutsun 5-in üstünü açsın, xalqın içində röv yaratsın. Və millət də buna etiraz eləməsin. Çünki deyir, ziddidin də kafirdir. Kafir adı ilə öldürər. Din o qədər, yəni din kəsərlər bədir. Dədə, dediyim kimi, övladını verir qılıncın altına, edamın altına. Minlər, yüzlər, 10 minlər nümunə vardı bu inqilabda, 30 il bundan qabaq olub bunlar, biz şahid olmuşuq. Həmən fəzanı bizə hakim eləyirlər. Həm də şantaj üzərə, yalan üzərə. Azərbaycan Milli Hərəkatını hangi bir dənə fakt gətirin, deyək məsələn, bir dənə təzahüratda da dinə qarşı şüar verilibdir. Amma təəssüflə sizə 10 dənə şüar yazın burada. Deyim ki, hərəkətdə verilibdir. Ya Hüseyin, ya Abbas Farsdan bizə etxilas. Nədir bu dini qaynaqlarına dayanaraq haqqını savunmaqdır. Amma siz gətirin bir dənə nümunə göstərdin, bir dənə yazı göstərdin, bir dənə qətnamə göstərdin ki, orada İslama hürmətsizlik olubdur. İslama xiyanət deyil, İslama düşmənçilik deyil, bir hürmətsizlik olubdur. Hər yerdə hürmətlə, çünki bu xalqın, bu millətin kimliyinin bir parçasıdır. Ona xor baxan heç kimsə bu xalqın tərəfindən qəbullanmaz. Bu xalqın tüylüylə eyni eşit məsafədə müsəlmançılığı gəlir. Bizi Farsdan ayıran tüylüyümüzdür, coğrafimizdir. Başqa müsəlman millətlər kimi biz də istəyirik öz dövlətimiz olsun. Əgər dövlət olması cürmdürsə, o zaman İran dövləti nəyə lazım? Gəlsin Ərəbistanın bir parçası olsun da. Amma Ərəbistanla didişir, gedir Bəhreynə təcavüz edir, gedir Yəmənə təcavüz edir, gedir Suriyədə demək, cavanları Allah aparır, Suriyədə ölümə verir. Bəs onu qoysun desin, elə Məkkə, Həzrəti Peyğəmbərin doğduğu yerdir, yaşadığı yerdir, vəfat elədiyi yerdir. Məkkə olsun paytaxt və gəlsin ərəblər də, Ərəbistan da bizim məmləkətimizdir. İranın da adı dəyişdi, oldu Ərəbistan, Ərəbistan qanunlarına uyacaq. Və niyə eləmir bunu? Bəs bütün müsəlmanlar müsəlman olduqlarına asılı olmayaraq hamısının dövlətləri vardı. Onlar bəlkə 50-yə qədər müsəlman dövləti vardı. Biz də olan biri. Bu bəhanəni rejimə verən, rejimin öz əli ilə böyüdülmüş, yəni təbliğatı vasitəsilə hərəkətin mühüm bir ünsürü və ya hərəkətin demək əsas adamlarından biri kimi böyüdülüb göstərilən bir şəxsin tərəfindən rejimin ixtiyarında qoyulub, bu qoz
İndi ondan götürsün, nüvəsin bizim hərəkatımızı bombasta çəksin, ya cavanlarımızı tutub dara çəksin. Biz dəfələrlə demişik, Günəz TV, özellikle de onun müdürü Əhməd Obalı, yaşıl hərəkatından əvvəl milli mahiyyətli televizyon olsaydı da, yaşıldan bu tərəfə tamamilə milli maraqlarımızdan uzaq və şəxsi mənfəətləri əsasında demək, onu support edənlərin mənfəətlərinin əsasında əsnək bir kanaldır. Və ona yaraşan sadəcə bu olar ki, elə Azərbaycan orada konsert qoysa, musiqi qoysa, rəqs qoysa, bütün bu şeylərdən yararlıdır. Amma hər halda onun şəxsi televizyonudur və oradan yayılanlar da onun şəxsi fikridir. Onların heç birisi Azərbaycan Milli Hərəkatına aid deyil və kimsə də bunu Azərbaycan Milli Hərəkatının demək, sözü kimin, ya fikri kimin, düşüncəsi kimin təbliğ eləməsinə demək, xalqı inandıra bilməyəcək. Çünki görürük, hər kəs görür. Əhməd Obalı bir ailəsinə, ətrafına belə sözü keçə bilmir. 3 dənəsi samballı milli hərəkatçı görsədin ki, Əhməd Obalı'nın məsələn bir irtibatı vardır, ya Əhməd Obalı onlara sözü keçə bilər. Hamı bilir bunun xasiyyəti, şəxsiyyəti nədir? Karakteri, o düşü, təməşğul eləmək, xalqı sərləmək, küçə ədəbiyyatı ilə danışmaq, demək, dövrəsinə, hətta dostlarına da. Yəni bu onun karakteridir. Sadəcə düşmənlərinə deyil, zidd olanlarına deyil. Elə karakteri odur, dostlarına da. Dostlarına da eyni şeylərlə, təhqirlə, eyni atmacalarla, eyni o məsxərə yanaşımlarla, ya aşağılamaqla yanaşan birisidir. Onun söhbətləri, sözləri, dedikləri özünün şəxsi sözüdür və o televizyon da onun şəxsi televizyonudur. O hərəkətin televizyonu deyil. Özünü deyə bilər, mən hərəkətin televizyonuyam, təbliğ eləyə bilər, filan eləyə bilər. Biz dəfələrlə demişik ki, Azərbaycan dilində yayılan televizyondur. Sadəcə bunu fars kanalları ilə dəyişdirən budur ki, bu Azərbaycan dilində yayılır. Azərbaycan türkçəsində yayılır. Yoxsa elə İrançılıq siyasətində, İran ya bölgə siyasətində baxsaz, o fars media televizyonları ilə bunun o qədər də fərqi yoxdur. Sadəcə onlar məsələn gətirirlər Sazqaranı danışdırırlar. Onlar da gətirirlər məsələn Maşallah Rəzmini danışdırırlar. Sazqaranın kopyasıdır Azərbaycan. Bunlar məsələn gətirirlər nə bilim Orta Doğuya gələndə Keyhan Ləndənin türkçəsini gətirirlər, televizyondan oxuyurlar. Hələ farsı bölümündən də Maşallah Rəzmi heç çəkinmədən eyni Keyhan Ləndənin zətlərini o televizyondan yayır. O qədər bu Keyhan, yəni o fars qaynaqlı düşüncə buraya alıb ki, məsələn baxırıq görür ki, bir də Türkiyənin prezidentinin adını deyə bilmirlər. Ordoğandır. Mən dedim bu Ortoqadan zatdan danışır. Daniel Ortoqadan söhbət edir. Görürəm ki, Erdoğan'ı deməkdir. Erdoğan'a demək ki, nəyə? Çünki bu bir dəfə Türk mediasına qulaq asmayıb ki, Türk qəzetini açmayıb ki, görsün ki, bu Erdoğan'dır. Ya məsələn İngilis, Fransa xəbərlərinə baxsın, görsün ki, Erdoğan'dır. Çünki farscadan oxuyubdur, Keyhan Ləndəndən oxuyubdur. O da ərəbcə yazılanda bunu Ordoğan oxuyur da. Ona görə Günəz TV Milli TV mahiyyətini uzun zaman əldən verib. Yəni yaşlılara qatıldığından etibarən milli hərəkətdən uzaqlaşıb və indi heç bir vəziyyətdə milli mahiyyət daşımır. Yəni ola bilsin ki, bəzi hallarda, bəzi fəzadan faydalanmaq üçün, hərəkətə minmək üçün ya həyəcana qapılıb məsələn bir şeylər desin, birilərin yetişsin, danışdırsın. Onlar olan şeylərdirlər. Ya məsələn ağalara icazə versin ki, bu məsələ haqqında söhbət olunsun, məsələn bəzi söhbətlər eləsin. Amma genəldə Azərbaycan
milli televizyonu sayılmaz. Sadəcə Azərbaycan dilində yayılan bir televizyondur. Onun da dedikləri, onun müdiri məsulü Əhməd Obalı olduğu üçün məsuliyyəti onun üzərindədir və Azərbaycan Milli Hərəkatına heç bir aidiyyatı yoxdur. Bununla yanaşı, bunun kimi xətalara yol verməmək üçün bütün təşkilatlara və şəxsiyyətlərə biz müraciət edirik, xəbərdarlıq edirik. Diqqətli olacaqsınız. Yazılara, deyimlərə çox məsul yanaşmaq lazımdır. Məsuliyyətsiz ifadə ilə xalqın cavanlarını qılıncın altına vermək kimsənin hüququ yoxdur. Ona görə Azərbaycan milli təşkilatlarının da arzu edirik ki, bu məsələdə mövqeylərini bildirsinlər, qoysunlar ortalığa və bu kimi demək lompen karakterli şəxslərin bir yanlış ifadəsini böyüdüb də hərəkətə mənsub eləyən siyasətin qarşısını ala bilək. Azərbaycan Milli Hərəkatı indi dinçilər demək dinçi adında Fars işğalçıları Tehrandan qüvvə gətiriblər. İstəyirlər Azərbaycanda təzahürat eləsinlər, təzahürat yola salsınlar millətçilərin əleyhinə. Güya ki, bunlar kafirdir. Və biz də göstərməliyik, xalqımıza göstərməliyik ki, bunlar bizi üz-üzə qoymağa çalışırlar. Bunlar yalandan, iftira ilə bizi istəyirlər bir-birimizə vurdursunlar, qardaşı-qardaşa vurdursunlar. Ona görə şüarlarımızı daha net olaraq, bayaqla dediyim şüarlarla əlavə, bugün mən baxırdım, Telegramda sabah üçün şüarlar yazıblar. Milli fəallarçı sabah Urmiyədə o demək Tehrandan gətirilən adamların qarşısındakı namazdan sonra çıxacaqlar. Bunlar da çıxacaqlar, bu şüarlarla çıxacaqlar. Hüseyn şüarlarının birini mən oxudum ki, Hüseyn şüarımız türkçülük iftixarımızdır. Və ya bayaqlar sizə dedim 2006-da, 2007-də Aşura-Taşurada verilən şüarlar ya Abbas Fasdan bizi et xilas. İmdada gəl ya Hüseyn tüyləri öldürürlər. Ya Allah, Bismillah, Allahu Ekber. İslamın iftixarı tühlərdir, tühlər. Bunlar da bizim demək hərəkətə verilən şüarlardır. Bunun harası zidd İslamdır? Bu şüarlarla İslam'a ələm eləyib bizim əleyhimizə gələn dinsiz Fars şövinizminə qarşı dirənib və onları geri pöskürdüb, xalqımıza onların nə qədər yalancı, iftiracı və şantajçı olduqlarını ki, hətta dini müqəddəsata təhqir elədiklərini, baxın elə həmən 2 həftə bundan qabaq oturmamışlar, cummamışlar kuruşun qəbrinə ki, biz nəvadə kuru şəstim, fərzənd kuru şəstim, ərəb nemi pərəstim. Sən Peyğəmbərini rədd edirlər. Ona görə biz demək şüarlarımızda, dediklərimizdə, ifadələrimizdə hər tək-təkimiz, hər bir təşkilat, hər bir şəxs məsuliyyət daşımalıdır. Və sonuçta bir məsuliyyət düşünməyən, şuursuzca ifadələr işlədən Əhməd Obalının bədəlini Azərbaycan Milli Hərəkatı ödəməyəcəkdir. O, onun şəxsinin düşüncəsidir, şəxsi sözləridir. Milli hərəkata da heç bir aidatı yoxdur və Cumhur İslamı da o 3 il çəkdiyi zəhmət ki, bunu balon kimi şişidibdir ki, xalqa yükləsin və bunun əli ilə hərəkəti bombasta çəksin. Bunu bugün siyasəti ifşa olundu, lova getdi. Sənin möhrəndə o üzərində sərmayə qoyduğun ünsür də demək bəlli oldu ki, yəni o dostlarımız ki, o geçənlərdə biz danışıqlarımızda, müzakirələrimizdə bu məsələlərin haqqında mən bu fikirlər qoymuşdum, razı deyildilər. Onlar bu 2 günün içində hamısı
mənlə yenidən təmasa girib və bu məsələnin nə qədər doğru olduğunu etiraf elədilər ki, sən haqlıymışsan, doğru deymişsən və indi belə oldu. Üçün dövlət təbiətən kimin nə zəfi vardı, o zəfindən faydalanmağa çalışır. Hər halda sözümün sonunda bunu demək istəyirəm ki, bütün milli şəxsiyyətlər, milli yazarlar, milli danışmanlar, milli aktivistlər çox məsul yanaşmalıdırlar və deyimlərinə, ifadələrinə çox diqqətli. Biz harda yaşayırıq? Hüviyyətimiz nədir? Kimliyimiz nədir? Milli hərəkətin mənfəətlərini, maraqlarını tam nəzərə alaraq ifadələrində çox diqqətli və ehtiyatlı olmalıdırlar. Ki, bu cür şuursuz bir ifadə üzündən xalqı ağır bədəllər ödəməyə məcbur etməyə. Və Azərbaycan igid millətinə, qəhrəman millətinə də bu rejimin beləncə şantajlarına, iftiralarına, yalanlarına inanmamalarını arzu edirik və əminik ki, xalqın və milli fəalların, milli təşkilatların, milli şəxsiyyətlərin işbirliyi ilə rejimin bu demək totəsini də atlayacaq, rejimin bu qondarma silahını da ki, yalan olaraq bizim əleyhimizə kullanmağa hazırlayıb da əlindən alacaq və onun öz mahiyyəti ki, ziddi dindir və sırf fars ırqıcılığı üzərində qoyubdur, onu açığa çıxardaraq vurub ölkəmizdən, Azərbaycanımızdan çıxadacaq. Bununla yanaşı da bütün gücümüzlə etirazlarımızı devam etdirməliyik. Yurt içi və yurt dışı rejim çalışır ki, Azərbaycan hərəkatını parçalasın. Yəni içəri eşi ilə içərini demək ayırsın. Hərəkət bir bütövdür. Bunun içərisi də var, eşiyi də var, sağı da var, solu da var. Amma bir dənə bütövdür. Azərbaycan milli hərəkatıdır. Ona görə içəridəşinin içəridə vəzifəsi var, eşitəşinin də eşitə vəzifəsi vardır. İçəridə şəhərlərimizdə təzahüratları hər vəziyyətinəndir devam etdirməliyik. Damlardan, duvarlardan, xiyaban yürüyüşlərinə, gecə hücumlarına, etirazlarımızı universitetlərdən, hər yerdən ki mümkündür, hər an, hər saat taktikimiz bəllidir. Hər yer təzahürat yeri, hər saat təzahürat saatıdır. Bu şivə ilə başlayaraq Azərbaycanı fars şovinizminə, fars işğalçısına cəhənnəmə çevirib və Azərbaycandan qovmalıyıq. Bunu yurt dışında da. Bugün məsələn Güney Azərbaycan İstiqlal Partiyası 3 ölkədə, əlbəttə 2 ölkədə Qurtuluş və Güney Azərbaycan birlikdə, yəni İsveç və Norveçdə əyləm keçirməkdədir. Demək, İngiltərə və Kanada, bunlarda biz demək, güneydə olan etirazları dəstəkləmək üçün, fars işğal rejiminə etiraz üçün əyləm təşkil eləmişik, qoymuşuq və əlbəttə başqa ölkələrdə də, o cümlədən Türkiyə və başqa ölkələrdə, şəhərlərdə də əyləm keçirməyə çalışırıq. Bütün dostlarımızı da bu təşkilatları və şəxsiyyətləri, millətçiləri bu əyləmlərin davamına çağırırıq. Mətanətlə, milli şüarlarımızla, ehsasata qapınmadan, milli demək, mənfəətlərimizdən uzaqlanmadan, demək, milli şüarlarımızı devamlı təkrarlayaraq etirazlarımızı devam eləməliyik. Yəni kimsənin
belənçi bir şayəsi ilə ki, Azərbaycan Milli Hərəkatını bunun təbahatı görünür. Görünür ki, bir seyir adamlar parçalama başlayıbdır. Hərəkatın durubla qarşısındakı yazırlar ki, məsələn, bu niyə ziddi din olduq? Biz müsəlmanıq, biz millətçi, eyni zamanda da müsəlmanıq. Yəni, bir türlü parçalamadır Azərbaycan Milli Hərəkatında. Bir böhrandır, yəni yersiz bir böhran yaranıb. O yüzden ne zaman? O zaman ki bizim her zamandan çok vəhdətə ihtiyacımız vardır, birliğe, ittihada ihtiyacımız vardır. Ve bu böhranı təbii ki İran işgal rejimi yaratmağa her zaman can atır. Ama bu böhrana şərait yaradan da Əhmədovalı'nın məsuliyyətsiz davranışı, ağılsız hərəkəti və o bilmeden danışması, ifadəsi səbəb olubdur. Ona göre bir daha da təkidən hər kəsdən xahiş edirik, istəyirik ki, ifadələrində, deyimlərində, şuarlarında diqqətlə əməl edəsinlər. Bizim şuarımız rədd olsun işgalçı Farsdır. Nə mənə Farsın, işgalçı Farsın əleyhinədir şuarlar. Heç bir dənə dinə qarşı, istər bu İslam ki öz dinimizdir, Yahudi olsun, Məsihi olsun, Budayı olsun, Bahai olsun, o birisi olsun, bu birisi olsun, bizim o dinlərə qarşı bir şuarımız olmayıbdır. Azərbaycanın xalqı müsəlmandır, milləti müsəlmandır, bunun Şiə, Sünni, Ələvi və s. hamısı müsəlmandır. İslam dinini bir növünü, bir türlü qəbul eləmiş və bunun hüviyyəti, kimliyini təşkil edən din olduğu üçün həmişə sayğı ilə yanaşıbdır və heç bir zamanda qarşı durmayıbdır, heç bir dinə də qarşı olmayıbdır. Təkcə düşmənimiz, gene de təkiddən deyirəm, neçə dəfə danışımda demişəm, təkcə bir düşmənimiz var, o da Fars işgal rejimidir. İrandır yəni, İran. Bizim düşmənimiz İrandır. İran Azərbaycanın düşmənidir. İndi İran özünü istəyib boyasın, İslam rəncinə, özünü İslamın özü kimi göstərib gəlib bizimlə savaşa gəlsin, onda da deyirik ki, yox, siz yalan deyirsiniz, İslamın özü bizi. İslamı biz saxlamışıq, İslamı biz qorumuşuq, İslamı tühlər yayıbdır. Siz hələ dünənə kimi müqavimət edirsiniz ki, zərtüştlük, məzdəkiyik, filanıq, elə genə də deyirsiniz. Siz müsəlman deyirsiniz əslində. Gəlib də onu özünüzü mənfəəti indi belə izə bilir ki, o faşistik karakterizi İslamın altında gizlədib və İslam qılıncı ilə bizi əzməyə gələsiniz, bunu bacarmayacaqsınız. Çünki İslamın ən kəskin qılıncı bizim əlimizdədir. Azərbaycanın əlindədir. Azərbaycan müsəlman türkünün əlindədir. Dəlğək olması lazımdır. Mən də deyirəm indi. Gəlin, Ağay Xameneyini qoyaq qabağımıza, cənnətini qoyaq qabağımıza, Rəfsəncanini, Xatəmini, Xameneyini, onların inandıqlarının hamısını qoyaq qabağımıza, əlimizə alaq tuvalet fırçasını, belə, deyək, aç ağzıvu, dişiyi yuyuram. Görək, onların xoşu gələr. Əgər onların xoşu gələrsə, bizim də etirazımız yoxdur. Xameneydən başlayırıq. Xameneyi ağzını açsın, biz də gedək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyini dirək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyini dirək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyini dirək tuvaletin içindən elə o sarı yerdən fırçanı götürək, onunla Xameneyini divaq. Deyək ki, cəmbəz olsun Ağay Xameneyi, narahat olma. Niyə narahat olsan? Çoxdur da. Diş fırçalamağını dərs veririk uşaqlara. Ağay Xameneyi, narahat olma. Ağzı aç, indi sola keçirik. Bir tərəfdən İngilis tuvaletindən fırçasını götürüb dişiyin sağ tərəfini yuvacaq.
O biri tərəfdən Azərbaycanın tualetindən bağışlayın, fırçanı, tualet fırçasını götürüb sol tərəfi yuvacağıq. Bununla da qutarmırıq. Tələsmə. Çağırın bütün atları, eşşəkləri, heyvanları. Qoyun üzr istəyirəm işəsinlər. Onun suyu ilə də Xameneyə duş verəcəyik. Görək, Xameneyinin bundan xoşu gəlir. Əgər narahat olsa, deyəcək, narahat olma. Uşaqlara duş dərsi veririk. Niyə narahat olsun? Cəmbən olsun. Bununla olmur. Müqəddəsatlarını gətirin qoyun qabağımıza. Necə ki, Xatəmi Peyğəmbərdən, Fatmadan, Fatimədən, Fatma deməyək, bir dənin dımığına dəyər. Əlini, Həsəni, Hüseyni, Zəhranı, Peyğəmbəri yığıb, komedi düzəldib Azərbaycanlıları anabacı yaman deyirdi Xatəmi. Biz deyil, onun o müqəddəsatını yığırıq qabağımıza. Deyirik, indi fırçanı verəcəyik onun imamının əlinə, amma tualet fırçasını. Deyəcək ki, balon dişin yox. Balan da kimdir? Xameneydir. Xatəmidir, Rəfsəncanidir, Ağbaşlar, Qarabaşlar, Ruhanidir, Əhmədi Necatdır, cənnətidir, cəhənnəmidir, Laricanisidir, hamısıdır. Yığ balaları, nəvələri yanıva, bizim tuvaletin fırçası ilə onlara diş yuma dərsi ver, lütfən. Görək, xoşları gəlir.